Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bugün birlikdə pomidor şorbası hazırlayırıq. Bunun üçün bir yeşik pomidorum var və pomidorlarımı çox təmiz bir şəkildə yuyuram. Burada pomidor şorba, ümumiyyətlə şorbaların hazırlanmasında ən əsas prinsip meyvələrin, bitkilər, tərəvəzlərin çox qəşəng tərtəmiz yuyulmasıdır. Daha sonra isə şüvüd qurusu, sarımsaq və dəfnə yarpaqlarımı da yuyuram. Qeyd edim ki, həm balonda, həm də kiloluq bankalarda hazırlayacağım. Hər ikisində hazırlanma qaydasını izah edəcəm. Balonlarımın dibinə 2-3 yarpaq dəfnə yarpağı, 5-6 diş sarımsaq və 2 topa şüvüd qurusu əlavə etdim. Bankalarıma da 2 yarpaq dəfnə, 2-3 diş sarımsaq və 1 ədəd şüvüd qurusu əlavə edirəm. Pomidorlarımın böyüklərini balona, xırda ölçüləri isə bankalara yığıram. Pomidorların Balqar sortudur. Yəni sortun adı bu şəkildə gedir. Uzun pomidorlardır. Turşu üçün ən uyğun pomidor çeşidi bunlardır bu arada. Onu da qeyd edim. Bankalarımızı doldurduqdan sonra isə üzərlərinə digər ədviyyatları əlavə edirik. Əgər acı sevirsinizsə üzərlərinə acı biber əlavə edirsiniz. Əgər acı sevmirsinizsə əlavə etməyə də bilərsiniz. Daha sonra isə hər bir balona bir yemək qaşığı yarım duz, yarım yemək qaşığı isə şəkər tozu əlavə edirik. Kiloluq bankalara isə yarım yemək qaşığından biraz az şəkər tozu və tam belə ağzına qədər doldurmadığımız bir yemək qaşığı duz əlavə edirik. Bütün balonlarımızı bu şəkildə doldurub üzərlərini qaynar su ilə ağzına qədər doldururuq və qapaqlarını örtürük. Soyuq bir qazanın içərisinə soyuq su doldurub içərisinə dəsmal yerləşdiririk və gür odda 15-20 dəqiqə qaynadırıq. Su qaynadıqdan sonra 15 dəqiqə, yəni suyun qaynaması ilə birlikdə təxminən 20 dəqiqə civarında qaynadırıq. Qaynatdıqdan sonra isə bankalarımızın ağızlarını presləyirik. Əgər rezervova bankalarda hazırlamısınızsa, qapaqlarının üzərindən bir daha skoçla keçirik ki, daha qarantiyalı olsun. Yəni şişməsi, qıcqırması kimi şeyləri olmasın. Bankaları bu arada qaynatdıqdan sonra üzərlərinə hər balon üçün 2 yemək qaşığı sirkə əlavə edirik və yaxud da uksus əlavə edirik. Bankalara isə, kiloluq bankalara isə biz uksus əlavə edəcəksinizsə 1 yemək qaşığı, sirkə əlavə edəcəksinizsə yenə 2 qaşıq sirkə əlavə edib o şəkildə qapaqları presləyirik. Daha sonra isə soyuduruq. Soyuduqdan sonra sərin bir otaqda qışa qədər saxlayırıq. Hazırlayan hər kəsə indidən nuş olsun. Ümid edirəm ki, videomu bəyənərsiniz. Əgər videomu bəyəndinizsə kanalıma abunə olmağı və bildirişləri açmağı unutmayın ki, mütəmadi olaraq paylaşdığım videolardan siz də xəbərdar olasınız. Özünüzə yaxşı baxın. Hələlik.